Salam, axşamınız xeyir. Səsim gəlir? Bəli, bəli, gəlir, axşamınız xeyir. Vaxtınız xeyir. Bu gün tarixin üzərindən bir dəfə qədim dövrdən başlamış, hamısının üzərindən bir dəfə keçək. Məlumat üçün. İnşallah 5-ci gün yenidən tarix ilə bağlı həm materialları öyrənərsiniz, həm də testin üzərindən gedərik. Bu gün izahlı kimi bir video vermək istəyirəm. Deməli, burada tarixin ümumi Azərbaycan tarixindən söhbət gedir və Azərbaycanda yaranmış dövlətlərdən söhbət gedir. Ən əsası düşən suallar bu hissədən düşə bilər. Yəni ehtiyac yoxdur, ibtidai icma quruluşu falan, onlara baxmağa ehtiyac yoxdur. O tipli suallar düşməyibdi hələ ki. Ki düşməz də inanmıram. Deməli dövlətlərdən başlayaq. Xəritənin üzərindən irəliləmək istəyirəm ki, həm paytaxtlarını göstərim, göz yaddaşınızda da qalsın. Deməli Azərbaycanda iş və dövlət Biraz ekranı böyüdə bilərsiniz, tam yaxşı görsənmir. Aha. Belə yaxşıdırmı? Deməli, Azərbaycanda dövlətçiliyin əsası Mannanın yaranması ilə, yəni Mannanın əsasının qoyulması ilə qoyuldu. Yəni Azərbaycanda iş dövlət Manna dövlətidir, paytaxtı isə İzirtu şəhəridir. Üstdən görünür. Bura paytaxtıdır. Bir dəqiqə. Hə, paytaxtı İzirtu şəhəri. Və Mannanın əsasının qoyulması ilə Azərbaycanda iş dövlət cənubda yarandı. Yəni cənubda Azərbaycanın cənub bölgəsində sivilizasiya daha əvvəl yaranıbdı. Bunu belə yadda saxlayın. Bu da ki Mesopotamiyanın əlaqələrdən irəli gəlirdi, ticarət əlaqələrindən. Daha sonra Azərbaycanda ikinci, yəni daha sonra dövlətçiliyin bərpası 4-cü əsrdən başlayır. Eramızdan əvvəl Albaniya və Atropatena ilə başlayır və Azərbaycanın şimalında iç dövlət desə hansıdır? Şimalında olan iş dövlət isə Albaniya dövlətidir. İş dövlət deyəndə Manna nəzərdə tutulur, amma şimalında iş dövlət desə, baxın Albaniyadan söhbət gedir. Albaniya dövlətindən paytaxtı Qəbələ şəhəridir. Albaniyanın Atropatena hər ikisi eyni dövrdə yaranıb. Atropatena isə Azərbaycanın cənubunda yaranıbdır və bir dəqiqə burada işarə. Azərbaycanın cənubunda yaranıbdır. Bununla da Azərbaycanda xalqın formalaşması desə, bu iki dövləti götürürük. Azərbaycan xalqının formalaşması nə vaxt başladı? Albaniya ilə Atropatenanın yaranması ilə. Atropatenanın paytaxtı Kazakadır, Albaniyanın paytaxtı Qəbələdir. İndi baxın, Araz çayı sərhəddir iki dövlət arasında. Əvvəl bura bütöv Azərbaycan gedirdi. Amma təəssüf ki, Türkmənçay müqaviləsi ilə artıq parçalandı Azərbaycan iki yerə. Yəni Araz çayı sərhəd olmağı ilə bu gün Şimali Azərbaycan deyəndə Azərbaycan Respublikası nəzərdə tutulur. Amma Cənubi Azərbaycan deyəndə İran torpaqları. Amma o əzəli Azərbaycan torpaqları olubdur. Məsələn, Atropatenaya baxın, Kazaka. Bu dövlət Atropatenanın ərazisi olubdur. Ərəblər bax bu işarə qoyduğum hissəni Azərbaycan adlandırıblar. Adurbada, qan şəklində adlandırıbdılar əvvəlcə. Deməli bu belə. Silmək istəyirəm. Silinmədi. Bu belə. Azərbaycanda yaranan iş dövləti deyəndə bunlar nəzərdə tutulur. Sonra isə keçək növbəti dövlətlərə. Növbəti Azərbaycanda feodal dövlətləri yaranıbdır. Bu feodal dövlətləri 5 feodal dövləti olubdur. Ərəblər bilirsiniz ki, 7-ci əsrdən Azərbaycanı işğal edən tayfalar idi və ərəblərin Azərbaycanda zəifləməsi, Xürrəmlər hərəkatı zəiflətdi ərəbləri və Babək. Xürrəmlərin də görkəmli nümayəndəsi Babəkdir. Adını çəkim, yadda qalsın. Və Xürrəmlər haqqında bir cümlə də əlavə edeyim ki, ilk dəfə tarixdə qırmızı bayraq qaldıran üsyan nəzərdə tutulur. Yəni inqilabçı olublar da bir növ, belə deyək, etirazçı olublar. Xarici işğalçıları ölkədən qovmağa cəhd edən ilk üsyan olubdur. Və Xürrəmlər hərəkatının mərkəzi Azərbaycan sayılır. Düzdür, Xürrəmlər hərəkatı Azərbaycanda başlayıb, amma tək Azərbaycanı əhatə eləməyibdir. Çox böyük bir əraziyə yayılıbdır. Mərkəzi Asiyanın demək olar ki, bütöv hissələrinə yayılmışdı Xürrəmlər hərəkatı. Və onun əsas mərkəzi isə Azərbaycan sayılır. Azərbaycanda isə sığınacaq qalaları Bəz qalasıdır.
Xürrəmlərin bəz qalasıdır. Deməli, Xürrəmlər hərəkatı nəticəsində 7-ci əsrdən bəri Azərbaycanda olan ərəblər zəiflədi. Və bu zəifləmə nəticəsində parçalanma baş verdi və bir sıra ərazilər müstəqilləşməyə başladı ki, bunların da ərazisində adını sayacağımız feodal dövlətlər yarandı. Birinci, ilk yaranan feodal dövlət oldu Şirvanşahlar. Şirvanşahların 3 paytaxtı olubdu: Şirvan, Şamaxı, Bakı. Yəni baxın, bu bölgədə yaranıbdı. Şimal-şərq torpaqlarında yaranıb Şirvanşahlar. Onun ardınca və Şirvanşahlar 9-cu əsrdə yaranıb, 16-cı əsrdə süqut eləyibdi. Səfəvilər tərəfindən varlığına son qoyulub. Daha sonra Azərbaycanda yaranan dövlət Sacilər. Sacilər dövləti isə cənubda yaranıb, paytaxtı Marağa olmaqla, daha sonra ikinci paytaxtı Ərdəbil olubdu Sacilərin. Və ilk dəfə tariximizdə Azərbaycanı vahid şəkildə birləşdirən dövlət kimi yadda qalır Sacilər dövləti. Yəni Azərbaycanı bütövlükdə vahid şəkildə deyəndə bilirsiniz necə? Şimalla cənub nəzərdə tutulur. Baxın, belə işarə qoydum. Yəni şimalla cənubu bütöv şəkildə birləşdirən Sacilər oldu. O da 9-cu əsrdə yarandı. 898-ci ildə yaranıbdı və Türk sülaləsidir Sacilər. Məsələn, Şirvanşahlar Türk deyildi. Şirvanşahlar ərəb mənşəli dövlət olubdu. Ərəb sülaləsi tərəfindən qoyulub. Amma Sacilər Türk sülaləsi tərəfindən yaradılıbdı. Və bunun ardınca Sacilər tariximizdə həmçinin Şirvanşahlar da özündən asılı hala salıbdı və bir çox ərəblərə qarşı müharibə aparmış güclü dövlətlərdən olubdu. Qısa ömür yaşayıbdı. 898-dən 941-ci ilə qədər mövcud olubdu. 941-ci ildə isə onun ərazilərini yeni bir dövlət özü tərkibində birləşdirdi ki, o da Salarilərdir. Salarilər də eynən, bax, oxşar cəhəti ikisinin də eynidir ki, Saci Salari vahid şəkildə birləşdirib. S yadda saxlayın, ikisi. Və ilk dəfə Xəzər dənizində ticarət donanmasının, hərbi yox ha, ticarət donanmasının ilk dəfə üzməsi Salarilərin dövrünə aiddir. Və Salarilərin dövründə həmçinin paytaxt təkcə Ərdəbil şəhəri olubdur. Məsələn, baxın, Saci Salari ortaq kimi paytaxtın Ərdəbil götürə bilərik. Salarilərdə bir dənə paytaxt olub və bir də Slavyanların hücumu, Azərbaycana rusların hücumu bu dövrdən başlayıbdı. Məsələn, Salarilərin dövründə Azərbaycana ruslar hücum eləməyə başlayıb, Slavyan tayfaları. Belə yadda saxlaya bilərsiniz. Və yaxud da Bərdə faciəsi. Tariximizdə məşhur bir hadisədir. Bu Bərdə faciəsi Slavyanlar tərəfindən törədilibdir. Bax, elə bu baş verəndə 944-cü ildə Azərbaycanda Salarilər dövləti mövcud idi. Bu belə. Sonra ardınca gəldi, deməli, Azərbaycanın cənubunda yaranan dövlət Rəvvadilər dövləti. Yəni Salarilər süqut eləyəndən sonra, hətta onu süquta uğradan dövlətdir Rəvvadilər. Süqut eləyəndən sonra cənubda yeni bir dövlət, Rəvvadi dövləti yaranır. Mərkəzi ilk dəfə Təbriz olmaqla. Birinci mərkəzi Ərdəbil olmuşdu, çox qısa müddətliyin amma. Sonradan köçürüldü Təbrizə. Əsas Təbrizi vurğulamaq istəyirəm. Çünki tarixdə ilk dəfə Təbrizin paytaxt olması önəmli bir hadisə kimi götürülür. Niyə görə? Təbriz uzun illər, çox uzun illər bir çox dövlətin paytaxtı olubdu. Və ona görə Azərbaycanın mərkəzi deyəndə Təbriz götürülür. Əsas məğzi deyəndə Təbriz götürülür. Buna görə də ilk dəfə paytaxt Rəvvadilərlə başlayır. Rəvvadilər də ərəb mənşəli dövlət olubdu. Ərəb sülaləsi tərəfindən qoyulub, ancaq cənubda olubdu. Yəni Araz çayından aşağıda olubdu. Azərbaycana Oğuz axınlarının baş verməsi, Səlcuqların falan gəlməsi bax Rəvvadilərin dövrünə təsadüf eləyir. Yəni onun ərazisində məskunlaşıbdılar ilk dəfə Oğuzlar. Bunu belə yadda saxlayaq. Daha sonra şimalında 5-ci dövlət olan Şəddadilər dövləti, o da şimal-qərb bölgəsində. Bayaq biz Şirvanşahları dedik ki, şimal-şərqdə yaranıbdı. Bir də şimal-qərb bölgəsi var, bax belə. Burada isə Salarilərin torpağının bir hissəsini işğal edən Şəddad tərəfindən sülalə yaradılır.
O sülalədən isə Ləşkər dövlətin əsasını qoyubdu, Şəddadilər dövlətinin. Mərkəzi Gəncə olmağı ilə yadda saxlayın. Bax, Gəncə bir dəfə paytaxt olubdu. Düzdür, 2 dəfə deyirlər, amma o sadəcə mərkəz kimi olubdu. Səlcuqların mərkəzi kimi olubdu. Amma əsas paytaxt olaraq Şəddadilərin paytaxtı olub birinci dəfə Gəncə. Şəddadilərin paytaxtı. Belə yadda saxlayın. Deməli, 2 dənə Şii yadda saxlayın ki, ortaq cəhət göstərə bilərsiniz ki, şimalda olubdu. 2 dənə Şəddadi, Şirvanşahlar şimalda olubdular. Və bundan əlavə olaraq Şəddadilərə nəyi qeyd edə bilərsən? Yenə Şəddadilərin dövründə Səlcuqlarla əlaqələr gücləndi. Bu isə Azərbaycanda Erməni-Bizans güclərinə qarşı müttəfiq oldular. Şəddadilər Səlcuqlarla birləşdilər. Həmin Erməni-Bizans qüvvələrinə qarşı. Bu belə. Azərbaycanda yaranan feodal dövlətlər bunlardır. Şirvanşahlar... Səlcuqlar hansı tərəfdə idi? Şəddadilər bildik yuxarı qərbdə. Səlcuqlar harada idi? Azərbaycan dövləti deyil Səlcuqlar. Səlcuqlar Asiyada yaranmış dövlətdir. Azərbaycanı gəlib sonradan işğal ediblər. 11-ci əsrdə Azərbaycanı gəlib işğal ediblər Səlcuqlar. Tamam. Xorasanda, məsələn, Xorasan Qəznəvilərin torpaqlarının bir hissəsində yaranıbdı Səlcuq dövləti Toğrul tərəfindən və Qəznəvilər dövləti isə Mərkəzi Asiyada yaranmış türk dövləti idi. Onun ərazisinin Xorasan bölgəsində məskunlaşmışdılar Səlcuqlar. Və yəni Azərbaycan dövləti deyəndə Səlcuqları götürməyəcəksiniz, yaxşımı? Azərbaycan dövləti deyəndə paytaxtı Azərbaycan şəhəri olan dövlətləri götürə bilərsiniz ancaq. İndi məsələn, sonradan tutaq ki, bir dənə Cəlalilər də nümunə çəkim. Cəlalilər də Azərbaycan dövləti deyil. İndi məsələn, biri deyə bilər ki, Cəlalilərin paytaxtı Təbriz olub, bəs niyə Azərbaycan dövləti deyil? Sonradan köçürülüb Təbrizə. Amma onlar yarananda Bağdadda yaranmışdı Cəlalilər dövləti. Bağdad da bilirsiniz, bugünkü İraq şəhəridir. Yəni, əvvəlki isə Ərəb şəhəri olubdu. Əvvəllər Ərəb şəhərləri olub. Ərəb dövlətinin. Yəni, ona görə birinci həmin dövlətin paytaxtını yadınıza salın ki, o Azərbaycan dövləti olmaq üçün Azərbaycan ərazisində yaranmalıdır. Bu belə. Marağanı məsələn nədən yadda saxlayın? Marağanı ilk rəsədxana kimi yadda saxlayın. Bir. Məsələn, Azərbaycanda ilk dəfə rəsədxana harda olub? Marağada, 13-cü əsrdə. Nəsrəddin Tuzi tərəfindən tikilibdir. Və bir də ona əlavə edim ki, 2 dövlətin paytaxtı Marağa olubdur. Bir bayaq dedik Sacilər dövlətinin, bir də Marağa öyrənəcəksiniz Hülakilər dövründə paytaxtı olub, birinci paytaxt. Yəni Nəsrəddin Tusinin olduğu dövlət ki var ya, Hülakilər. O Marağa ilk paytaxtı olubdur. Belə. Daha sonra gəldik Azərbaycanda olan digər dövlətlərə. Bax, məsələn, burada adlar keçir, qoy onları da deyim sonra. Albaniya dövlətini bayaq deməyi unutdum. Albaniya dövlətinin mənbələrdə bəzi adın Girdiman dövləti də verirlər. Onu da yadda saxlayın. Niyə Girdiman dövləti? Çünki Cavanşirin hakimiyyətə gəldiyi dövrdə, yəni 7-ci əsrdə o sülalə Girdiman ətrafında yaşayırdı. Mehranilər Girdiman ətrafında yaşadığına görə Albaniyanın 7-ci əsrdən sonraki dövrün Girdiman dövləti adlandırırlar. Amma hər ikisi eyni dövlətdir. Sizi çaşdırmasın. Və Albaniyanın ikinci paytaxtı olan Bərdə şəhəri, birincini bayaq dedik ki, Qəbələdir. İkinci paytaxtı isə Bərdə şəhəri olubdur Albaniyanın. Və Bərdə şəhəri 5-ci əsrdə salınmış bir şəhərdir, 5-ci əsrə aiddir. Sasani hökmdarına hədiyyə olaraq salınıbdır. Alban hökmdarı Sasani hökmdarına hədiyyə olaraq salıb o şəhəri. Firuzabad adlandırıbdır. Adını da məsələn qeyd götürün ki, hansı şəhərimizdir ki, Firuzabad adlanıb? Bərdə şəhəridir. Qədim şəhərlərimizdən biridir. Bərdə. Bu belə. Daha sonra feodalizm dövründə bir var erkən feodalizm dövrü. İndi mən bayaq saydığım 5 dənə dövlət erkən feodalizm dövründə yaranıb. Yəni 11-ci əsrə qədər olan bir dönəmdir bu. Bir də orta əsrlər vardı. Orta əsrlər dönəmi. Orta əsrlər dönəmində Azərbaycanda olan dövlətlər Hülakilər, Eldənizlər, sonra Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər. Bunlar sırf Azərbaycan ərazisində yaranan dövlətlərdir. İndi bax, burada mənə sual verə bilərsiniz ki, bəs burada Cəlalilərin adı da var. Cəlalilərin adı
Orada ona görə verilib ki, Azərbaycanı bir müddət idarə eləyiblər. Amma Azərbaycan dövləti deyillər. Azərbaycanı bir müddət gəliblər, tutublar, idarə eləyiblər. Burada nələr qeyd edeyim? Deməli, ilk olaraq Eldənizləri deyim. Eldənizlər Azərbaycanda Şəmsəddin Eldəniz tərəfindən yaradılmış bir dövlətdir. Paytaxtı ilk dəfə, bax bunu da elə yadda saxlayın, Naxçıvan şəhəri olubdur. Naxçıvan da təqribən baxın, elə buradan baxanda görürsünüz. Aydın Orucov yazılan yerə düşür elə. Bura Naxçıvan şəhəri ilk dəfə onun paytaxtı olub. Niyə bunu xüsusilə vurğulayıram? Ədəbiyyat dərsində biz keçdik ki, 11-12-ci əsrlər intibah dövrü gedir. Bax, Eldənizlər dövləti yaranıbdır 1136-cı ildə, yəni 12-ci əsrdə yaranıb. Və onun dövrü intibah dövrünə düşür. Azərbaycanın çiçəkləndiyi bir dövrdür. Memarlıq cəhətdən ən gözəl memarlıq nümunələrimiz Eldənizlərin bu dönəminə düşür. Və Naxçıvanda 5 dənə əsas abidə vardır ki, indi bu abidələri də biz ayrıca bir dərs olaraq keçəcəyik. Çünki abidələr mövzusu deyə bir mövzu var sizdə. Oradan suallar düşür. Möminə Xatın türbəsi, Yusif İbn Küseyr türbəsi, Qoşa minarə, Cümə məscidi, bir də Eldənizlər sarayı və yaxud da Darümülk deyilir buna. Bu 5 dənə abidə Eldənizlər dövrünün aid abidədir, oxşar cəhəti. Və Pilus oxşar cəhəti 5-i də 12-ci əsrə aiddir. 5-i də Memar Əcəmi tərəfindən tikilib. Memar Əcəmi və yaxud da Naxçıvani də deyilir buna. Və 5-i də Naxçıvan ərazisindədir. Bax, oxşar cəhətləri bunlardır. Hətta keçən dəfə bu yüksəliş müsabiqəsinə düşən suallarda verilmişdi ki, biri intibah dövrü abidəsi deyil ki, bunlar sıralanmışdı. Bu belə. Eldənizlər dövründə Azərbaycanı vahid şəkildə birləşdirən bir dövlət olubdur Eldənizlər. Yəni, bütövlükdə Azərbaycan cənublu, şimallı birləşdiribdilər. Şirvanşahları belə özlərindən asılı hala salıbdılar. Varlığına son qoymayıblar, amma asılı hala salıbdılar. Buna görə bunu götürürük. Daha sonra, məsələn, bayaq biz Rəvvadiləri dedik, hə? Rəvvadilərlə yanaşı Eldənizlərin də paytaxtı Təbriz olub. Sonrakı paytaxtı. Məsələn, ortaq cəhət götürə bilərik. Hətta qoy bir dəfə sayım, məsələn, qeyd götürürsünüzsə bunu da qeyd edin. Azərbaycanda paytaxtı Təbriz olan dövlətlər deyəndə 1. Rəvvadilər, Eldənizlər, daha sonra Qaraqoyunlular, Ağqoyunlular, Təbriz xanlığı, Urmiya xanlığı, bir də hansını demədim? Səfəvilər. Hə, bunların paytaxtları ümumi oxşar cəhəti hamısının paytaxtının Təbriz olması. Belə. Bir də onu qeyd edeyim. Azərbaycanda 2 dənə dövlət var ki, iqtadan yaranıb. Yəni, iqta bilirsiniz nədir? Torpaq mülkiyyət formasıdır. Hədiyyə olaraq verilir hərbiçilərə. O dövr hərbiçilərinə hədiyyə olaraq verilirdi iqta. Bir, Sacilər dövləti iqtadan yaranıbdır. Bir də Eldənizlər iqtadan yaranıbdır. Bunların hər ikisi, biri Saciləri deyək ki, Ərəb xəlifəsi həmin Əbu Sacca hədiyyə olaraq vermişdi o torpağı. Əbu Sac da orada müstəqilləşib özünə dövlət yaratmaq qərarına gəlir. Bu bir. Bu Şəmsəddin Eldənizin yaratdığı dövlət isə Səlcuq hökmdarı ona hədiyyə eləmişdi bu torpağı. Azərbaycanı, bütöv Azərbaycanı ona iqta şəklində vermişdi. Gör nə qədər böyük bir ərazini verib. Yəni, böyük bir ərazidən söhbət gedir. Və bu ərazidə iqtadan yaranmış bir dövlət deyilir buna. Belə. Tamam. Hə, bunu qeyd kimi götürə bilərsiniz. Bir də ki, məsələn, Eldənizlərlə Şəddadi... Sacilərə kim vermişdi? Sacilərə? Ərəb xəlifəsi. Hə, Ərəb xəlifəsi vermişdi. Hə. Sonra Cəvahirlərə də verdilər. Sonra Eldənizlərə isə Səlcuq hökmdarı verdi. Eldənizlərə də, Şəmsəddin Eldənizə isə Səlcuq hökmdarı hədiyyə elədi o Azərbaycanı. İqta kimi verdi. Çünki Eldəniz çox fərqlənən bir şücaətli hərbisi olubdu. Hətta həm də Atabəy olubdu. Atabəy nə deməkdir? Vəliəhdin tərbiyəçisi deməkdir. Yəni, Səlcuq hökmdarının oğlanlarını bu tərbiyə eləyibdi. Ona görə xüsusi fərqlənəndir. Hə, bayaq Şirvanşah, Şəddadi dedim ki, şimalda yaranıbdır. Bir də onun üstünə Eldənizlər də gəlin. Eldənizlər də şimalda yaranıb.
Bir dövlətin şimalda və yaxud da cənubda yarandığını bilmək üçün o dövlətin paytaxtına baxmalısınız. Məsələn, Naxçıvan çox cənub şəhəri götürür. Qətiyyən Naxçıvan şimaldır. Çünki bugünkü Azərbaycan Respublikasına hansı daxildirsə, hansı şəhərlər daxildirsə, şimal gedir. Lənkəran da şimal gedirdi o vaxt. Çünki bizim müqayisə elədiyimiz bilsiz nədir? Araz sayı ilə müqayisə eləyirik biz. Cənubdadırmı yoxsa şimaldadırmı? Amma desəm ki, Azərbaycan Respublikasının şimal şəhərləri hansılardır? Tez deyərik Quba, Qusar, Şəki-Zaqatala. Bunlar şimalda yerləşən şəhərlərdir. Amma nə deyirik? Deyirik Azərbaycanın şimalı. Burada Azərbaycan deyəndə cənub da nəzərdə tutulur. Sonrakı dövlət Hülakülər dövləti. Hülakülər Monqol mənşəli dövlətdir. Qeyd götürün istəyirsə. Monqolların hücumu nəticəsində Azərbaycanda yaradılmış bir dövlətdir. Hülakü xan tərəfindən yaradılıbdır. Hətta buna 5-ci Monqol ulusu deyirlər bu dövlətə. Bunu qeyd eləyin. Niyə görə? Çingiz xan əslində 4 Monqol ulusuna bölmüşdü. Tutduğu torpaqları, işğal elədiyi dövləti 4 dənə yerə bölmüşdü uluslara. 5-ci ulus isə Hülakü xan nəvəsi gəlib bizim ərazimizdə yaradır. Və ulus sözü 2 dənə dövlətdə var. Bir, burada adını çəkdiyimiz Monqollardadır, biri də Teymurilərdə. İkisi də bölgülər ulus gedir onlarda. İnzibati bölgünün adı ulusdur. Hülakü xan tərəfindən yaradıldı. Bayaq dediyim kimi paytaxtı Marağa olubdu. Birinci paytaxtı, 4 paytaxtı olub. Sanariyə şəhərdə paytaxtı olub. Qoy onu qeyd edeyim. Sanariyə Hülakülərin saldırdığı şəhərdir. Məsələn, sual düşə bilər ki, 14-cü əsrdə, 13-cü, 14-cü əsrlərdə tikilmiş şəhər hansıdır? Sanariyə şəhəridir. Onu Hülakülər tikdiribdir. 2 dənə şəhər saldırıbdı Hülakülər. Bir, Sanariyə, bir də Mahmudabad şəhərinə. Mahmudabadı isə Qazan xan saldırıb, Monqol hökmdarı, yəni Hülakü hökmdarı Qazan xan. Qazan xan İslamı qəbul edən Monqoldur. Monqol hökmdarıdır. Deyəcəksiniz, bəs bunlar hansı dinə sitayiş edirdi? Bunlarda siz bilirsiniz ki, qədim türklərin dini inancları var. Göy tanrı, gök tanrı belə falan deyirlər. Yer tanrıları, şamanizm dini yəni. Bu dinə sitayiş edirdilər. Amma Qazan xan əhalini öz tərəfinə çəkmək üçün İslamı qəbul edir Azərbaycana gələndən sonra. Və özünə Mahmud adını götürür. Bununla da Mahmudabad şəhərinin saldırılması Qazan xana aiddir. Yəni 13-14-cü əsrlərdə tikilmiş abidə sayılır, şəhər sayılır. Bu belə. Sonra Hülakülərlə bağlı başqa nələr demək olar? Hülakülərdə bayaqları Nəsrəddin Tusinin adını çəkmişdim, yenidən çəkim. Nəsrəddin Tusi Hülakü xanın yaxın vəziri olubdu, yaxın köməkçisi olubdu. Və Nəsrəddin Tusi Azərbaycan elm xadimlərindən də gedir. Həm dövlət xadimi gedir, həm də elm xadimi gedir. Və Marağa rəsədxanasının tikilməsi də məhz onun adı ilə bağlıdır 13-cü əsrdə. Marağa rəsədxanası. Bir də Feyzullah Rəşidəddin vardı. Azərbaycan görkəmli elm xadimlərindəndir. Feyzullah Rəşidəddin Azərbaycanda Rəşidiyyə Universitetinin ilk universiteti sayılır, Cənubda yaradılıb. Rəşidiyyə Universitetinin əsasını qoyan elm xadimidir. Bu da Qazan xanın köməkçisi olubdu. Bax, o biri Hülakü xanın köməkçisi idi. Feyzullah Rəşidəddin isə Qazan xanın köməkçisi olubdu. Və Qazan xanın islahatlarının keçirilməsində ən böyük köməkçisi Feyzullah Rəşidəddin olubdu. Bir də onu qeyd edeyim ki, Feyzullah Rəşidəddin üzr istəyirəm. Qazan xan Azərbaycanda bir sıra islahatlar keçirir və bu islahatlarından bir dənəsinə toxunmaq istəyirəm, o düşə bilər. Azərbaycanda əhali təhkimçi olmurdu. Heç vaxt insanlar təhkimçi vəziyyətində olmuyub da. Yəni istədiyi kimi sərbəst gəzə bilib. Bir feodalın yanından başqa feodalın yanına gedə bilibdi. İlk dəfə Qazan xan Azərbaycanda təhkimçilik yaratmağa çalışdı. Kəndliləri bir kənddən başqa kəndə getməsini qadağan elədi. Və bu da uğurlu alınmadı. Çünki Azərbaycan heç vaxt bu şəraitdə yaşamadığına görə məcbur oldu qısa bir müddətdən sonra bunu ləğv eləməli oldu.
Amma ilk dəfə bunu eləyən Qazan xan olubdu. Bir də sonra keçəsiz, kollektivləşdirmə dövründə Rusiya eləyəcək bunu. Bir Qazan xan eləyibdi, bir də kollektivləşdirmə dönəmində Rusiya belə bir addım atır, pasport sistemi yaradır. Pasport sistemi yaradır, amma kəndlilərə pasport vermir. Və məcbur o kəndlilər də şəhərə belə gələ bilmirdilər pasportsuz. Çünki pasportsuz heç yerə gedə bilməzdilər. Bu təhkimçilik deməkdir əslində. Yəni Rusiya belə eləməklə həmin kəndliləri başqa yerə getməsinin qarşısını alır. Gəldik Qaraqoyunlu, Ağqoyunlu dövlətinə. Deməli, Azərbaycanda 15-ci əsrdə 2 dənə dövlət mövcud olubdu. Qaraqoyunlu, Ağqoyunlu dövləti. Hər ikisi türk mənşəli dövlətdir və hər ikisinin paytaxtı Təbriz şəhəri olub. Ortaq cəhəti götürürük. Qaraqoyunlularda əsas deyəndə Qara Yusif nəzərdə tuturuq və dövləti yaradan o olubdu. Qara Yusif Azərbaycandan Teymuriləri qovubdu, Cəlaliləri qovubdu, tamamilə çıxardıbdı Azərbaycan torpaqlarından. Və Qara Yusifə başqa nə deyə bilərik? Bir də abidənin adını çəkim. Məsələn, Qaraqoyunlu abidəsi deyəndə və yaxud 15-ci əsr abidəsi deyəndə Göy məscid. Göy məscid Qaraqoyunlu dövlət tərəfindən tikilib, məşhur bir əsərdir bu abidədir. Təbriz şəhərində yerləşir. Daha sonra Qaraqoyunlularla Ağqoyunlularda. Ağqoyunlular deməli Uzun Həsən yadda saxlayın. Ağqoyunlu deyəndə avtomatik ağlımıza Uzun Həsən gəlir və Uzun Həsənin əsas məqsədlərindən eynən Qara Yusifin də əsas məqsədi olubdu. Azərbaycanı birləşdirmək, vahid şəkildə birləşdirmək istəyibdilər. Amma Uzun Həsən buna nail ola bilmir. Qara Yusif isə qısa bir müddətliyinə nail olur, sonra o da dağılır, müstəqilləşir. Çox qısa bir müddətliyinə olubdu. Uzun Həsən isə buna çata bilmir, nail ola bilmir və Uzun Həsənin bir dənə əsas yadda saxlayacağınız şey qanunnamə verməsi. Azərbaycanda 3 dənə hökmdar qanunnamə veribdi. Bax, qanunlar vermək başqa şeydir. Hamısı qanun verib, islahat keçirib. Amma sırf dırnaq arası deyirəm, qanunnamə sözü. Bu 3 dənə hökmdara aiddir. Bir Uzun Həsənə aiddir, bir bayaq adını çəkmədim. Salarilər dövlətində Mərziban ibn Məhəmməd vermişdi, Salarilər feodal dövlətində. Bir də xanlıqlarda Şəki xanı, Məhəmməd Həsən xan. 3 dənə xanın ortaq cəhədidir hökmdarın. Və bu üçünün də ortaq cəhədi vergiləri nizamlayıblar bu qanunnamə ilə. Uzun Həsənin dövründə, bir də onu yadda saxlayaq, ilk dəfə, yəni Ağqoyunlu ilk dəfə Azərbaycan tarixində Avropa ilə əlaqələr saxlayan, Avropadan silah-sursat gətirməyə çalışan dövlət olubdu. Bax, ilk dəfə adını çəkirəm. Ona qədər heç bir dövlət Avropadan nə əlaqələr yaratmağa cəhd eləməyib, nə də silah-sursat gətirməyə cəhd eləməyib. Amma Uzun Həsən bundan Osmanlıya qarşı istifadə eləmək istəyirdi. Təəssüf ki, bu uğurlu alınmır. Venesiya müqavilə bağlasa da, söz versə də, vədinə əməl eləmir, Osmanlı tərəfinə kömək eləyir. Ağqoyunlunu çətin vəziyyətdə qoyur. Bu belə. Ağqoyunlu'la da Osmanlı həmişə bir-birlərini qırıblar da, yəni elə yadda saxlayaq. Bir dəqiqə. Gəldik sonra Azərbaycanda yaranmış Ağqoyunluların süqutundan sonra, yəni onu süquta uğradan Səfəvilər dövlətinə. Səfəvilər dövlətinin əsası Şah İsmayıl Xətai tərəfindən qoyulub 1501-ci ildə, yəni 16-cı əsrdə yaranıbdı. Və Səfəvilər dövləti Azərbaycanda olmuş ən böyük, yəni ərazisinə söhbət gedir, ən böyük dövlət olubdu ərazisinə görə. Və demək olar ki, ömrünün yarısını bu dövlət, ömrünün yarısını Osmanlı ilə vuruşmalarına keçibdi. Ağqoyunlu'yla ortaq cəhdidir. Uzun illər Osmanlı ilə mübarizə aparıbdı. İki türk dövlətinin ən səhv addımlarından biri. Bir də bura mən dünya tarixindən Teymurləri demək istəyirəm. Bax, Teymurlərdə də Əmir Teymurun səhv addımlarından biri Osmanlı ilə mübarizə aparmaq, müharibə aparmaq. Çünki bu üç dövlətin, yəni bu türk dövlətlərinin bir-birindən aparılan mübarizəsi əslində kimlərin qələbəsi idi? Avropanın.
Yəni bu 3 dənə dövlət bir-birini zəiflədirdi, Avropa daha da güclənirdi. Hətta Əmir Teymur ilə Osmanlı arasında baş verən döyüş Bəyazit, məsələn çoxsuz tanıyarsınız kinolardan falan. Bəyazit arasında gedən döyüşlərdə Avropa o qədər sevinmişdi ki, buna görə 3 gün kilsə zəngləri çaldı şənlik kimi. Ki iki dövlət arasında gedən döyüşləri bayram kimi qeyd edirdilər onlar. Hə, Səfəvilər dövlətində paytaxtı ən əsas Təbrizdə yaranıbdı. 3 dənə paytaxt olub. Bunun üçünü də demək istəyirəm. Səfəvilər toxunulan bir mövzudur. Deməli olubdu Qəzvin, sonra isə İsfahan. Baxın, ikisi türk şəhəridir. Qəzvin də Təbriz də türk şəhəridir, amma İsfahan farsların yaşadığı şəhər olubdu. Şah Abbas İsfahana köçürdü. Amma bununla yanaşı İsfahanda türkləri köçürə biləcəyi bir məhəllə saldırdı. Abbasabad adlanan bir məhəllə saldırdı. Türkləri ora yerləşdirdi. Və deməli Azərbaycanda Səfəvilərin dövründə ən çox istifadə olunan taktikaların adını çəkmək istəyirəm. Böyük sürgün taktikası, yandırılmış torpaq taktikası. Səfəvilərdə çox məşhur bir taktika halına gəlmişdi bu. Çünki həm Təhmasibi istifadə eləmişdi, həm Şah Abbas. Deməli, yandırılmış torpaq taktikası ilə bütün o bölgənin, yəni Təbriz daxil olmağı ilə o bölgələri yandırdılar ki, Osmanlı o torpağa gələndə nə qida tapa bilmədi, nə də su tapa bilmədi içməyə. Bu yandırılmış torpaq taktikası nəticəsində əslində dövlətə çox böyük zərər dəydi, amma nəticədə Osmanlı bu torpaqlarda bir aydan artıq qala bilməyib, tərk edib çıxıb getdi. Böyük sürgün siyasətini isə Şah Abbas həyata keçirdi. Nə idi bu böyük sürgün siyasəti? Bu siyasət nəticəsində yəni İsfahana paytaxtı köçürmüşdü deyənə, özü ilə bərabər bu bölgələrdən, yəni Azərbaycan torpaqlarının böyük bir əhalini o bölgələrə köçürdü. Yəni Osmanlı gəlib burada əhali tapa bilməsin, özünə dəstək qazana bilməsin deyənə Osmanlının hücum eləyəcəyi bölgələrdəki əhalini daha geriyə doğru, yəni Fars ərazilərinə doğru köçürdü. Bu böyük sürgün siyasəti gedir Şah Abbas tərəfindən və hər ikisi siyasətdə dediyim kimi Osmanlıya qarşı həyata keçirilibdi. Osmanlını zəiflətmək məqsədi ilə. Bir də Turan taktikası var. Turan taktikasının adını çəkmək istəyirəm, çünki türklərin ən məşhur taktikalarından biridir. İlk dəfəni deyim ki, ilk dəfə Hun hökmdarı Metexan istifadə edibdi tarixdə. Sonra Osmanlılar istifadə edib, Sultan Süleyman Qanuni istifadə edibdi. Baxın, Səfəvi hökmdarı Şah Abbas istifadə edibdi Osmanlıya qarşı olan döyüşdə. Ən sonuncu isə çox maraqlıdır. Baxın, Şuşa döyüşlərində istifadə olunubdu. 2-ci Qarabağ müharibəsində Şuşa döyüşlərində Turan taktikasına istifadə olundu. Yəqin ki, bu taktikanı eşitmisiniz də, yoxsa yox? Yox, mən eşitməmişəm. Deməli, bu Turan taktikası bilirsiniz, aypara şəklindədir. Elə bir düşmən ortada qalır. Bunlar ilk olaraq yem kimi ortaya az bir qüvvə atırlar. Yəni bizim Şuşa döyüşlərində ön cəbhədə çox az bir hissə getmişdi. Yəni düşmən düşünür ki, bu nədir də? Yəni bunun öhdəsindən mən gələrəm, arxayınlayır. Və bu arxayınlamadan sonra isə düşmən rahatlayır, amma bir də baxır ki, tamamilə dairəyə alınıbdı. Dairəyə alırlar, bütün düşmən qüvvəsini həmin anda məhv eləyirlər. Bu taktika nəticəsində elə Şuşa döyüşlərində çevriyə aldılar da bütün düşməni. Əhatələdilər. Aha, deməli, Səfəvilərdən başqa nələr demədim mən sizə? Hə, hələ ki bu, nəsə yadımdan çıxan şeylər olsa, indi yadıma düşdükcə əlavə eləyəcəm onlarda. Bax, bu sizin dediyiniz Böyük Səlcuq imperiyası var. Baxın, görün harda. Yaranması, qoy deyim sizə hardadır. Yaranması Nişapur. Baxın, ilk paytaxtı Nişapur olub. Yəni ərəb torpaqlarından söhbət gedir. O bölgədə yaranıbdır. Amma sonradan gəliblər, görün nə qədər ərazini, Azərbaycanı falan, Azərbaycan da budur da, görürsünüz xəritədən. Gəlib sonradan işğal ediblər o əraziləri. Ona görə türk dövlətidir, amma Azərbaycan dövləti deyil.
Və Səlcuqlarla bağlı əlavə bir qeydim də var. Onu da qeyd eləyim. Səlcuqların gəlişi ilə, yəni 11-ci əsrdə Azərbaycanda Azərbaycan xalqının yaranması prosesi başa çatır. Yəni nədir bu? Biz bayaqlar dedik ki, Albaniya və Atropatena ilə Azərbaycanda xalqın yaranması prosesi başladı. Bu Səlcuqların gəlişi ilə isə Azərbaycan xalqının yaranması prosesi başa çatdı. Və Azərbaycanda 3 dənə böyük türk axını olubdu. Birincisi Kimmer, Skiksak tayfaları, ikincisi Hunlar, Xəzərlər, Babillər, Basillər, üzr istəyirəm. Üçüncüsü isə bax bu Səlcuqlardır. 11-ci əsrdə gələn bu Səlcuqlardan söhbət gedir. Bunlar türk axınlarıdır və bu türklərin gəlməsi ilə Səlcuqlar da son nöqtəni qoydu. Azərbaycanda türkləşmə prosesi başa çatır. Və Səlcuqlar gələndə Azərbaycanda 3 dənə dövlət var idi. Rəvvadilər, Şəddadilər, Şirvanşahlar. İkisinin varlığına son qoyurlar, Rəvvadilərlə Şəddadilərin. Şirvanşahlar isə yenə müstəqilliyini saxlayır. Sadəcə asılı hala düşür. Bu belə. Daha sonra deməli bundan sonra gələn Atabəyləri bayaqları mən danışdım. Naxçıvan paytaxtı, sonra Təbriz olub, Həmədan şəhəri olubdur. Burada danışılacaq başqa şey yoxdur, yox. Sonra Hülakiləri də bayaq dedim. Deməli, Hülakilərdən 2 dənə şəhəri yadda saxlayaq. Mahmudabad, Sultaniyə şəhərləri. Abidələrin içində bu gedəcək. Səfəvilərdən isə, Səfəvilərdən qalanından, Şah Abbasın dönəmindən deyim. Şah Abbasın dönəmində xüsusilə çox böyük işlərin görülməsi, Səfəvilərin torpaqlarının geri qaytarılması Şah Abbasın dönəminə aiddir demək olar. Çünki o gələnə qədər artıq torpaqların çoxusu itmişdi. Cəmi 6 dənə ərazi qalmışdı Səfəvilərin əlində. O gəldi, tamamilə o torpaqları bərpa elədi. Ta ki ölənə qədər. Öləndən sonra yenə itiriləcək o torpaqlar. Şah Abbası necə yadda saxlayaq? Deməli, ordu islahatı keçirdi Azərbaycanda və bununla Azərbaycanın ordusunu çox gücləndirdi. Azərbaycan ordusunu gücləndirən şəxs kimi. Çünki onun ordunun adını çəkmək istəyirəm, düşə bilər. Qulamlar. Məsələn, qulamları yaradan budur. Nədir qulamlar ordusu? Yetim uşaqları və yaxud da anası, atası olmayan xristian övladları deyək. Uşaq vaxtı, balaca vaxtından yığırdı saraya, öz sarayını. Onu Səfəvi ruhunda, yəni bu dövlətin tərbiyəsində böyüdürdü. Necə ki, indi Azərbaycanda qaramaskalılar var, deyirik. Nə deyirlər onlara? Yarasa deyirik də, elə deyil. Ölümə hər an hazırdırlar. O insanlar nə evlənmirlər, nə uşaqları olmur ki, ölümdən qorxmurlar. Hər an əmr verildisə ölümə hazırdır o insanlar. Bax, bunlar da, qulamlar da eyni o vəziyyətdə idi. Yəni, onların evlənməsinə falan icazə yox idi ki, qorxuları, zəif nöqtələri olmasın o insanların. Bunu kimlərlə ortaq cəhət götürə bilərlər? Dünya tarixində Osmanlı Yeniçərilərlə. Eynən, Yeniçərilər də balaca vaxtından xristian ailələrin uşaqları əllərindən alınırdı və Osmanlı sarayında böyüdülürdü. Yəni, bu ikisi ortaq cəhət götürəcək, qulamlarla Yeniçərilər. Daha sonra, məsələn, Azərbaycanda ilk dəfə tüfəngçilərin yaradılması, bax, Şah Abbasın dönəminə aiddir. Topçuların yaradılması Şah Abbasın dönəminə aiddir.